Ya mənim məntiq adlandırdığım şey düşündüyüm qədər məntiqli deyildi, ya da məntiqdən kənar hesab etdiyim şey mənim fikirləşdiyim qədər məntiqdən kənar olmamalıydı. Tolstoy əqli bilin canına daraşır və görür ki, yox, bu %100 doğrudur, həyat həqiqətən də heçlikdən ibarətdir. Amma burada bir xəta görür. Xəta ondan ibarətdir ki, o qoyduğu suala uyğun olmayan yolla fikirləri yürüdür. Sual budur, mən niyə yaşamalıyam? Yəni, bu sonsuz dünyada mənim ölümlü həyatımın bir mənası var. Bu sual tapmaq üçün isə həyatı araşdırır. Amma bu cavablar onu qane edə bilməzdi. Çünki onun qoyduğu sual nə qədər sadə görünsə də, sonlunun sonsuzla, sonsuzun sonlu ilə müqayisəli izahını tələb eləyirdi. Tolstoy soruşurdu, mənim həyatımın zamandan, məkandan kənar mənası nədir? Amma o cavab verirdi. Həyatımın zaman, səbəb və məkan daxilində mənası nədir? Bu hissəni sadə dildə belə izah edə bilərik. Tolstoy bu hissədə demək istəyir ki, o həyatın dərin mənasını axtarır. Yəni, sadəcə bu dünyada yox, zamanın, məkanın və səbəbin xaricində niyə varam səviyyəsində bir cavab istəyir. Amma baxır ki, özü-özünə cavab verəndə yenə də bu dünyanın içində olan sözlərlə cavab verir. Həyatımın zaman və məkan daxilində mənası nədir kimi? Yəni, o sonsuzluğu soruşur, amma cavabı məhdud düşüncə ilə axtarır. Sonra anlayır ki, nə qədər düşünsə də nəticə eyni olacaq. Heç nə. Çünki o hər şeyi öz bənzəri ilə müqayisə eləyir. Sonlunu sonlu ilə, sonsuzu sonsuz ilə, gücü güclə, cismi cismlə. Yəni, heç vaxt bir şeyin tam xaricinə çıxıb baxa bilmir. Ona görə də nəticə həmişə eyni olur. Sonsuz sonsuzdur, heçlik heçlikdir. Bu cür düşünəndə artıq yeni bir cavab tapmaq mümkün olmur. Daha sadə dildə desək, Tolstoy deyir ki, mən həyatın mənasını axtarırdım, amma beynim elə qurulub ki, yalnız bu dünyanın içində olan şeylərlə düşünürəm. Ona görə də nə qədər baş sındırsam da, nəticə həmişə eyni olur. Heç nə. Çünki sonsuzluğa baxanda ağlım onu anlaya bilmir. Sadəcə sonsuz sonsuzdur deyib keçirəm. Axırda da ortada heç bir cavab qalmır. Tolstoy etiraf eləyir ki, istər özü, istər Schopenhauer, istərsə də Süleymanın fikirləri kənardan sadəcə cazibədar görsənir, amma nəticə etibarilə heç bir məna ortaya qoymur. 0 bərabərdir 0. Riyaziyyatda olduğu kimi tənliyə həll eləmək istəyirsən, ancaq sonda görürsən ki, bərabərliyə həll eləmirsən. Gedişat doğrudur, amma nəticədə A bərabərdir A, 0 bərabərdir 0 alınır. Tolstoy bu məsələdə inancı üstünlüyü qazanan tərəf kimi görür. Çünki inancın cavabları nə qədər məntiqsiz olsa da, hər cavaba sonlunun sonsuza nisbəti məsələsini qaldırdığı üçün dərhal üstün tərəfə keçir. Və Tolstoy inancı deyərkən Tanrını nəzərdə tutmur. İnanc həyat qüvvəsidir. Əgər insan yaşayırsa, demək ki, nəyəsə inanır. Nəyə inandığının heç bir əhəmiyyəti yoxdur. İnancsız yaşamaq mümkünsüzdür. Artıq bu vəziyyətdə istənilən inancı qəbul etməyə hazır idim. Amma tək ki məndən ağlı inkar etməyimi tələb eləməsin. Tolstoy ardınca inanclı insanların arasına qatılır. Amma burada ciddi bir xəyal qırıqlığına uğrayır. Çünki görür ki, onlar inancı heç də Tolstoyu inancı istiqamətləndirən həyat sualına yeganə cavab verdiyinə görə təsdiqləməyiblər. Tamamilə əlaqəsiz, başqa məqsəd gütdükləri üçün inanclıdırlar. Tolstoy görür ki, elə o inanclı adamların da həyatı onunki ilə eynidir. Tək fərq odur ki, onların inancları həyatları ilə uyğun gəlmir. İnanclı olsalar da yenə də rifah içində yaşayır, bu rifahı qorumağa çalışır, yoxsulluqdan, əziyyət çəkməkdən, ölümdən qorxurlar. Əgər bu qorxu onlarda olmasaydı, mən onların inanclarını qəbul eləyərdim, amma mən axtardığım inancı ətrafımdakı rəngarəng inanclı insanlarda yox, inancsız insanlar da görürdüm. Beləcə Tolstoy yoxsul, sadə, təsirsiz kəndlilərlə yaxınlıq eləməyə başlayır. O deyir ki, bu sadə kənd adamlarının da inancı elə digərlərinin inancları kimi idi, amma tək fərqləri onda idi ki, onların inancları həyatları ilə üst-üstə düşürdü. Onlar inancları ilə iç-içə idilər və bu onların həyatlarının ən mühüm şərti idi və əsl inanc da məhz bu insanlardaydı. Tolstoyun çevrəsindəki saxta inanca sahib insanlar məhrumiyyət və əzablara görə daim həyatdan narazı olduqları halda kasıb təbəqə xəstəlikləri də, müsibətləri də, hətta ölümü də qəbul edir və bütün bunların baş verməli olduğuna, xeyir olduğuna, rahatlıq və tam əminliklə inanırdılar. Biz ağıllı olmağımıza baxmayaraq həyatın mənasını daha az dərk eləyir. Çəkdiyimiz əziyyətlərdə, ölümdə qəddar bir istehza görürük.
Onlar isə yaşayır, əziyyət çəkir, ölümə sakit yanaşır, onu bir çox hallarda hətta sevinclə qəbul edirlər. Tolstoy bu insanları çox sevir. Onların arasında 2 il yaşayır və illərdir daxilində yetişən, ümidi içində var olan çevriliş baş verir. Və bu çevriliş öncəki həyatını və çevrəsini gözündən tamamilə salır. Artıq Tolstoy üçün həqiqət həyata verilən mənadır. Mən səhv düşünməyimdən daha çox yanlış yaşadığıma görə azmışdım. Həyatı məndən gizlədən düşüncələrimin yanlışlığı yox, yaşadığım həyat tərziymiş. Əslində, uzun illər həyatımın mənası nədir sualına bədbəxtlik deyə verdiyim cavab doğru imiş. Yanlış olan onu dünyadakı bütün insanların həyatının mənasına aid etməyim idi. Tolstoy başa düşür ki, həyatın mənasını anlamaq üçün hər şeydən öncə insanın özünün yaşadığı həyat bədbəxtlik və mənasızlıqdan ibarət olmamalıdır. Ağıl isə bundan sonra lazım olur. Əgər insan həyatı barəsində düşünür və danışırıqsa, o zaman bir neçə parazitin həyatı barəsində yox, bütün insanların həyatı barəsində düşünüb və danışmaq lazımdır. Tolstoy keçmiş həyatında bu bəsit həqiqəti qəbul edə bilmirdi. Çünki qəbul etsəydi, yaxşı adam olmadığını da qəbul etməli olacaqdı. Həqiqət hər zaman həqiqətdir. Necə ki, 2 vurulsun 2 bərabərdir 4 eləyirsə, elə. Amma o zamanlar Tolstoyun yaxşı adam olmadığını qəbul edə bilməməsi 2 vurulsun 2 bərabərdir 4 həqiqəti kimi sadə həqiqəti qəbul etməkdən daha vacib və önəmli idi. Yaşaya bilmək üçün inanmaq o zaman mənə o qədər gərəkli idi ki, dinin qeyri-müəyyənliyini və ziddiyyətlərini şuursuz olaraq özümdən gizlədirdim. Dəfələrlə kəndlərə baxıb savadsız, təhsilsiz olmalarını qibt etmişəm. Çünki inancda mənə tamamilə mənasız görünən hallar onlara heç də inandırıcılıqdan uzaq gəlmirdi. Yalnız mən bədbəxtə aydın idi ki, həqiqət incədən incəyə yalanlarla iç-içə örülüb. Tolstoy bu vəziyyətdə 3 il yaşayır və bu mərhələdə bir şeyi müşahidə edir. İnanclı insanların arasında olan ayrı seçkilik, bölünmələr. Görür ki, pravoslavlar onlarla eyni məzhəbi daşımayanlara yuxarıdan aşağı baxırlar. Axı, eyni həqiqəti təsdiqləyən 2 tərəf bir-birini inkar eləyirsə, deməli, inancın malik olmalı olduğu həmin vahid həqiqət onların heç birində yoxdur. Amma bu sadə həqiqəti məzhəb ayrı seçkiliyi eləyən insanlar anlaya bilmirdilər. Və Tolstoy bu ayrı seçkiliyi aradan qaldırmaq, onları ortaq bir mərkəzə çəkmək üçün belə bir şey təklif eləyir. Olmazmı ki, inancımızı elə yüksəkdə tutaraq öyrənək ki, o yüksəklikdə həqiqi iman sahiblərində olduğu kimi istənilən fərq aradan qalxmış olsun. Əsas şeylərdə birləşməyimiz bəs eləyir. Amma burada hakimiyyətlə qarşı-qarşıya gəlir. Hakimiyyətin ənənəvi inancdan uzaqlaşmağı bir təxribat kimi görə bilmə ehtimalı var imiş. Tolstoy deyir ki, artıq hər şeyi başa düşmüşdüm. Mən inanc, həyat qüvvəsi axtarıram. Onlar isə müəyyən vəzifələrin cəmaət qarşısında icra olunması üçün ən yaxşı vasitə axtarışındadılar. Tolstoy inancın ikinci planda qaldığı və yeri gələndə idarə etmə adına insan yaşamına dair dəhşətli, hətta faciəvi qərarların qəbul edildiyi pravoslav inancından bir dəfəlik uzaqlaşır. Artıq şübhəm qalmamışdı. Tam əmin idim ki, etiqad etdiyim inanc heç də bütün həqiqəti əhatə eləmir. Bu yolda yalan var. Və sonda bizə bütün bu axtarış dövrünə əhatə edən bir yuxusundan danışır. Tolstoy yuxuda özünü havanın içində, qayışlardan hörülmüş bir torun üzərində uzanmış görür. Tərpəndikcə qayışlar sürüşür. O da uçuruma yuvarlanmadan qorxur. Çətinliklə tarazlığını saxlamağa çalışır. Ətrafına baxdıqca anlayır ki, aşağıda sonsuz bir uçurum, yuxarıda isə sonsuzluq var. Hərəkət etdikcə vəziyyəti daha da təhlükəli olur. Nəhayət, qorxu içində bir an dayanıqlı, möhkəm bir dayağın, gizli bir mexanizmin onu saxladığını hiss edir. Sonra başa düşür ki, bu dayaq onun inamı, ruhunun dərinliyindəki ali qüvvədir, yəni Tanrı. Onu xilas eləyən, qoruyan, həyatın mənasızlıq uçurumuna düşməyə qoymayan da bu ali dayağa bağlanmalıdır. Sonda o bu həqiqəti anlayanda sakitləşir və oyanır. Həm yuxudan, həm də ruhi böhranından.